Baba nə qədər əkinci var, görürsünüz. Baba, bu əkincilər mənim səhifəmdə reklam edirsə, bilin ki, mən bu əkincilərin leşini satmıram, giydirməsini satmıram, sexini satmıram mən bunun. Mən bunun təmiz türkünü satıram, təmiz türkün. Bax, təmiz türk. Bax, təmiz türk nədir? Bax, altında qalaqramı, görürsünüz. İçinə baxın bir dənə. Görün içində nə yazılıb? Əkinci, 24, 7, 365, ilin 365 günü. Həftənin 7 günü. 7 gün 24 saat. Ayağınızda qalsa iylətməz, tərətməz, qoxu verməz. Bir dənə bu mala baxın. Bir dənə bu mala baxın, təmiz dəriliyinə baxın. Baxın. Bu mala baxın. Əyəndə də bu əkinci yazsın, bax göstərib düşsün. Bu bizdə 35 manata, 40 manata deyil. 35-ə, 40-a olanlar yanında knopka olanlar, onlar Pekin malıdır. Nə bilim, yerli sex malıdır, leş malıdır. Əziz müştərilər, xahiş edirəm, səhv salmayın. Mən təmiz türkün satıram bunun. Təmiz türkü də ki, qiymətinin açıqlamasını verirəm, 60 manatdır. Standart 60 manata. Yəni bir belə əkinci 60 manata satırıq biz bunu. Xahiş edirəm, bütün günü mənə yığmısınız bəzi müştərilər. 60 manat deyirəm müştəri, 35 manat. 35 manata olan əziz insanlar, bax aldanmayın. 35 manata heç kim orijinal əkinci satmır. Görürsünüz bunu. 35 manata ya sex olacaq, ya Pekin olacaq. Bu təmiz türkdür. Baxın, baxın, bir də xahiş edirəm qiymət barəsində problem yaşamayaq. Bax, orijinal əkinci budur. Təmiz türkün əkincisi. Bax, altında da qalaqramı var. Baxın, əkincinin qalaqraması. Görürsünüz? Təmiz türk 60 manatdan yuxarıdır. Mən 60 manat satıram. 35 manat təmiz türkün əkincisi yoxdur.